Salam əziz xanımlar, hər birinizi salamlayıram və bugünkü qonağımız etiket və davranış qaydaları üzrə mütəxəssis Aytən Mustafanı sizlərə təqdim edirəm. Xoş gəlmisiniz Aytən xanım. Xoş gördük Fəridə xanım, dəvətiniz üçün mən sizə təşəkkür edirəm. Podkastımızın mövzu xətti zəriflik və etikadır. Hazırsınızsa başlayaq. Bəli, başlayaq. Aytən xanım, sizi hamı etiket mütəxəssisi kimi tanıyır. Və siz özünüzü bir qadın kimi necə təqdim edərsiniz? Mən özümü bir xanım kimi, həyatı ilə harmoniyada olan bir xanım kimi təsvir edərdim, ya da təqdim edərdim. Çünki mənim üçün həyatda harmoniyada olmaq hər şeydən çox vacibdir. Və düşünürəm ki, hər şey buradan başlayır və ardından artıq bizim statuslarımız gəlir. Ana statusu, yoldaş statusu, qonşu statusu və ya bizim bəli, və ya bizim peşəmiz. Harmoniyanı balansda saxlamaq həm daxildən, həm də xaricdən mümkündür sizcə? İlk öncə bu daxildən başlayır. Əgər bu daxildən gəlməsə, xaricdə biz nə etsək, bu sanki bir maska kimi görünəcək və heç vaxt bu qəbul olunmayacaq. Ona görə ilk öncə biz bunu daxildə başlayırıq və ardından bu bizim xaricimizə əks olunur. Etiket sizcə davranış qaydasıdır, yoxsa daxili halın əksidir? Elə az öncə dediyim kimi, əslində bütün bunların hər biri bizim daxili halımızın əksidir. Təlimlərdə də mən hər zaman xanımlara deyirəm ki, düşünün, sanki bu bizim sütunumuzdur, bizim daxilimiz və hər şey biz onun üzərində qururuq. Bəzən məsələn xanımlar gəlir ki, mən süfrə mədəniyyət qaydalarını öyrənmək istəyirəm. Mən öncə tövsiyə edirəm ki, gəlin biz başlayaq, biraz daxilimizdən danışaq, biraz enerjimizdən danışaq. Bəzən deyirlər ki, xeyr, bunu etməyə mənə sadəcə bu lazımdır, amma ki, gəlin bir misal gətirim. Deyək ki, bir restoranda iki xanım əyləşibdir. Xanımlardan biri etika qaydasını mükəmməl bilir. Çəngəl bıçağı necə tutmaq lazımdır, fincan necə tutmaq lazımdır. Lakin qaməti əyridir, özündən heç əmin deyil və bükülüb əyilibdir. İkinci bir xanım isə etika qaydalarını heç bilmir, lakin qaməti, bədən dili o qədər gözəldir ki, indi siz içəri girəndə hansına birinci baxacaqsınız? Əlbəttə ki, qaməti, bəli, sizi valeh edəcək, düzdür? Ona görə hər bir şey əslində bizim daxilimizdən başlayır və bizi artıq o xarici bizim bədən dilimizdə öz sözünü deyir, bizim jestlərimizdə öz sözünü deyir. Çünki daxilində aqressiya olan, daxilində sıxıntı olan bir insan heç vaxt jestləri açıq olmayacaq. Heç vaxt o jestlər belə axmayacaq. Hər zaman daha sərt, daha belə sıxıntılı olacaq. Zəriflik, bu estetika öyrənilən bir şeydir, yoxsa xanımların daxilində olur, insanın daxilində olan bir şeydir? Əslində bu suala belə cavab verərdim. Bütün xanımlar, hər kəs, əslində hər birimiz bu enerji ilə doğuluruq. Çünki biz bir xanım kimi dünyaya gəlirik. Lakin bəli, bu bizim hər birimizin yaradılışında var. Lakin həyatda yaşadıqlarımız, bəzən mühit, iş, ortam və get-gedə sanki biz bunu unuduruq. Bu biraz bastırılmış qalır. Və elə mənim məqsədim budur ki, xanımların bu daxilində olan bu enerjini oyadım. Bu bizim daxilimizdə, bu bizim yaradılışımızda var. Onu sadəcə bir balaca oyatmaq lazımdır. Sanki özünə toxunmaq. Bəli. Xanımların oturuşu, duruşu, danışmağı onun daxili dünyasından nə xəbər verir? Çox şey. Hətta belə deyərdim, hər şey. Mən belə düşünürəm. Bəli, hər şey. Bir insanın qamətindən, bir insanın bədən dilindən, artıq onun psixologiyası barədə, o insanın düşüncələri barədə çox şey öyrənə bilirsən. Bəzən olur ki, bir insan tutaq ki, deyir ki, mən çox açığam, mən çox sosialam, amma ki, bədən dili tam onun əksini deyir. Bədən deyir ki, niyə yalan danışırsan, biz axı elə deyirik. Ona görə bizim bədən dilimiz, bizim jestlərimiz doğrudan da bizim haqqımızda bizdən daha çox söz deyir. İnsanlar da əslində xoşdurlar da bastırılmış duyğuların gizlətməyi. Elədir. Yaxşı rol Düzdür. Ətrafınıza baxdığınız zaman xanımlarda hansı etiket qaydalarında boşluqlar görürsünüz? Etiket qaydalarına boşluq deməzdim. Mən bunu biraz bilirsin necə deyərdim. Boşluq yox, sanki xanımlar öz dəyərini bilmirlər. Bu mənim üçün bugün gördüyüm ən böyük boşluqdur. Xanımlar sanki öz dəyərlərini unudublar. Halbuki xanımlar, təsəvvür edin, öz canından can yarada bilən bir varlıqdır. Yəni görün necə möcüzəvi bir varlıqdır. Və buna görə hər zaman mən xanımlara deyirəm ki, sizin belə bir gücünüz var. Siz doğrudan da möcüzəvi bir varlıqsınız. Öz dəyərinizi bilin, özünüzü sevin. Etiket qaydaları ancaq xanımlara şamil olunur. Xeyr, etika hər kəs üçündür. Etika hər kəs üçün düşünmək.
Bəli, bəli. Birinci növbədə düzgün etik deyil. Elədir, elədir. Etika hər kəs üçündür. Kiçikdən böyüyə hər kəs üçündür. Sadəcə nəyə görə xanımlar deyirik? Adətən xanımlar təlim götürür. Çünki ailəmizdə, məsələn, sizin ailənizdə, öz ailəmizdə biz kimik? Biz ailəmizin ilk ledisiyik. Necə ki, bir ölkənin first ledisi olur, elə də biz öz ailəmizin ilk ledisiyik. Və əslində belə deyərdim, evin bütün ab-havası elə xanımdan asılıdır. Düzdür. Xanım güləndə, məsələn, biz uşaq olanda, mamamızın kefi olanda evdə sanki hər şey rəngli, hər şey gözəl olur. Bəli. Amma onun kefi olmayanda biz heç evə girmək istəmirdik. Ona görə biz çox böyük gücü əslində. Bütün evin ab-havası tamamilə bizdən asılıdır. Doğrudur. Etika qadını qoruyur sizcə, yoxsa məhdudlaşdırır? Etika məhdudlaşdırmır. Ümumiyyətlə etika sözü gələn kimi insanlar düşünür ki, bu sərt qaydalardır və nəyə görə bu qədər rahat yaşamaq varkən mən qaydaları seçməliyəm. Əslində bu elə deyil. Etikada düzdür, razıyam. Elə mütəxəssislər var ki, doğrudan da etika qaydalarını qaydalar kimi təbliğ edir. Və bu insanlarda artıq məsələn bu yaxınlarda bir video çıxmışdı rastıma. Orada xanım mütəxəssisdir, etika mütəxəssisi və təlim keçir. Təlimdə dayanıb və danışır ki, salfeti belə saxlayırıq, filan şey belə edirik, sərt qaydalar kimi. Amma özü çox sərt formadır. Bəli, bəli, bunları sərt deyir. Halbuki, əgər biz bunları açıqlaması ilə danışsaq ki, məsələn, biz çəngəl və bıçağı yeməyi bitirdikdən sonra 4:30 istiqamətində qoyuruq. Sizcə niyə belə edirik? Əgər mən bunu açıqlamasını deməsəm, bu bir qayda olacaq və qayda heç kəsin xoşuna gəlməyəcək. Amma gəlin açıqlamasına baxaq. Nəyə görə mən bunu 4:30 istiqamətinə qoyuram? Çünki artıq xidmət edən ofisiant və ya qarson gəlib onu götürdükdə əlini birbaşa alətlərdən belə tutub götürüb aparacaq. Bu rahat olacaq. Nə olur? Açıqlamada onu görürük ki, etika rahatlıqdır, məhdudiyyət deyil. Bəli. Təşəkkür edirəm. Və indi sualımıza qayıdaq. Sualımız bu idi ki, etika qadını qoruyur yoxsa məhdudlaşdırır? Qoruyur. Bəli. Çünki etikanı bilən hər kəs ilk növbədə nəyi bilir? Çünki etikanı bilən hər kəs ilk növbədə nəyi bilir? Bilir ki, necə ki mənim şəxsi sərhədim var, eləcə də sizin şəxsi. Yəni ki, hər bir kəsin öz şəxsi sərhədi olduğunu bilir və ona uyğun davranmağa başlayır. Təşəkkürlər. Sizə belə bir sual vermək istəyirəm ki, etiketsiz bir situasiya ilə qarşılaşdınız. Və sizcə bu zaman qarşı tərəfə cavab verib özünü müdafiə edən qadın güclüdür, yoxsa susub üzərindən keçən qadın etiketlidir? Belə deyərdim. Etika ilk növbədə situativность. Rusların bir sözü var, situativность. Yəni ki, situasiyaya uyğun davranma bacarığıdır. Biz bilməliyik ki, biz harda susmalıyıq, harda cavab verməliyik. Və cavab belə versək, biz onu Zərif xanım hər zaman cavabını biraz digərlərindən fərqli verir. Yəni ki, əgər kimsə ilk öncə aqressiya ilə cavab qaytarırsa, yox, elə belə Zərif xanımın artıq özgüvəni, özündən əmin olmağı o qədər yüksək olur ki, onun artıq bir baxışı, onun bir sözü, sakit bir sözü kifayət edir ki, həmin insan artıq öz yerini bilsin. Ona görə biz yerinə görə davranmağı bacarmalıyıq. Biz bilməliyik ki, harda biz susmalıyıq, harda biz cavab verməliyik. Bəli, məncə də. Mən də elə düşünürəm ki, bəzi insanların bəzi cavablar verilməlidir. Elədir. Türk bir mütəxəssis var, o da davranış bilimləri uzmanı mütəxəssisidir. O da hər zaman deyir ki, bəzi yoxlar deyilməlidir, bəzi qəlblər qırılmalıdır, bəzi cavablar verilməlidir ki, insan özünü qoruya bilsin. Elədir. Şəxsiyyətinə olan hörmətidir. Doğrudur. Bəzən xanımlar düşünür ki, zəriflik zəiflik deməkdir. Bununla səhv salırlar və düşünürlər ki, bəli, onlar hər yerdə sakit dayanmalıdırlar, onlar heç yerdə cavab verməməlidirlər. Halbuki bu belə deyil. Zəriflik elə bizim ən böyük gücümüzdür, ən böyük silahımızdır. Sadəcə bundan yerinə görə doğru istifadə etməyi bacarmaq lazımdır. Etik davranmaq qadını seçilən edir sizcə, yoxsa itaətkar? Seçilən hər yerdə, işdə, ailədə, bir münasibətdə, hər yerdə. Çünki etik davranan bir qadın nə olur? Zərif. Əgər biz söhbətimiz burada bizim Zərif xanımdan gedirsə, zərif bir xanım, etika qaydalarını bilən bir xanım hər zaman hər yerdə seçilən olur. Çünki onun artıq müəyyən bir formalaşmış şəxsiyyəti olur, müəyyən sərhədləri olur
və bu insan nə edir? Həm münasibətdə, həm ailədə, həm işdə, həm dostlarının ətrafında hər yerdə uğurlu edir. Çünki o bilir ki, partnyorla necə danışmaq lazımdır. O bilir ki, ilk öncə o bilir ki, hər kəs onun güzgüsüdür. Və ya məsələn iş yerində götürsək, etik qaydaları bilən bir insan hər zaman bir addım öndədir hər kəsdən. Çünki o doğru ünsiyyət qaydasını bilir. Çünki o həm müdirlə, həm iş yoldaşları necə davranmalı olduğunu bilir və mən buna görə hər zaman deyirəm ki, zəriflik sizi, etika qaydaları sizi hər zaman hər yerə sürətlə aparır. Uğura sürətlə aparır sizi. Çox gözəl. Belə bir sual doğur ki, zəriflik hər zaman qadının xeyrinədirmi? Zəriflik hər zaman bizim xeyrimizədir. Amma ki, dediyim kimi, az öncə danışdığımız mövzuda necə idi? Biz yerinə görə bilməliyik hər şeyi. Etik qaydalar, məsələn, söhbət etik qaydalardan getsə, zəriflik, etik qaydaları hər zaman situasiyaya uyğun davranma bacarığıdır. Yəni ki, zəiflik kimi yox, situasiyaya uyğun davranma bacarığı. O zaman belə bir şəxsi sual vermək istəyirəm ki, heç olub ki, zəriflikdən çıxmaq məcburiyyətində qalmısınız? Bəli, olub, amma ki, yenə yerinə görə. Təbii ki, bəzi şeyləri qoruyaraq, amma Əlbəttə. O, yəni ki, artıq mənim müəyyən bir həyat tərzim var. Müəyyən bir mən var. Mən bilirəm ki, mən özümü artıq yetərincə tanıyıram. Mən bilirəm ki, mən hansı sözlərə icazə verə bilərəm, hansı sözlərə icazə verə bilmərəm, özümə hansı davranışa özümə icazə verə bilərəm, verə bilmərəm. Bütün bunları tanımaq, bilmək çox vacibdir. Amma ki, dediyim kimi, zərifliyi də yerinə görə, qaydaları bilib yerinə görə pozma bacarığı da bir sənətdir. Bəli. Məncə elə etikanın özü budur. Bəli. Etikanı harda istifadə etmək lazımdır? Bəli. Məsələn, belə bir misal gətirim. Tutaq ki, bunu təlimlərdə hər zaman deyirəm. Deyək ki, biz çəngəl və bıçağı necə tutmalıyıq bilirik, hə? Biz bilirik ki, yemək yeyərkən biz hər zaman çəngəl və bıçaqdan istifadə edirik. Amma bir rayona getdik məsələn, kiminsə evinə getdik. Və əgər orada hər kəs əyləşibsə, orada insanlar çəngəl və bıçaqla, hər kəs çəngəl və bıçaqla yemirsə, mən orada dayanım ki, yox, çəngəl və bıçaq gəlməsə mən yemək heç cür yeyə bilmərəm deməyim artıq etik deyil. Düzdür. Bu artıq etikdir. Ona görə bəli. Biz hər zaman nə edirik? Situasiya nəzərə alırıq. Olduğumuz məkanı, yeri, zamanı. Birinci sualda qadın enerjisi daxili haldan danışdım. İndi ora vurğulamaq istəyirəm ki, qadın enerjisi tükənən zaman, bəzən olur da, azalır, tükənir. Bu zaman etika zəifləyir. Bu zaman etikadan çox, ümumiyyətlə gəlin baxaq ki, etika hardan gəlir? Mən danışığımızın əvvəlində bildirdim ki, etika sanki bizim daxili enerjimiz, bizim sütunumuzdur və biz artıq hər bir şey onun üzərinə yığırıq. Bədən dilimizi, qamətimizi, addımlarımızı, etika qaydalarını, süfrə mədəniyyət qaydalarını, düzdür? Hər bir şey biz onun üzərinə yığırıq. Əgər bizim o sütunumuz, yəni ki, bizim o daxili enerjimiz zəifləsə, bu zaman nə olacaq? Üzərinə yığdığımız hər bir şey zəifləyəcək. İstər-istəməz enerjisi aşağı düşən birinin qaməti heç vaxt düz ola bilməz, düzdür? Düzdür. Hər zaman əynəcək. Ona görə bəli, burada daxili enerji, bizim daxilimiz çox vacibdir. Hər şey birinci oradan başlayır. Birinci oradan doğur. Birinci biz özümüzə qayıdacağıq. Birinci biz özümüzü tanıyacağıq. Birinci biz özümüzü biləcəyik və ondan sonra hər bir şey onun üzərinə quracağıq. Mənəviyyatımızı qoruyub saxlamalıyıq. Belə başa düşürəm. Qadın öz bədəninə hörmət etmədikdə bu ilk harda görünür sizcə? Bədən dilində, onun qamətində. Duruşunda. Bəli, onun qamətində və artıq qamətdən sonra gəlir əyləşməsi, onun jestləri, hər bir şey. İlk baxsaq onun qamətində. Çünki özünə hörmət dedik, düzdür? Biz səhv eləmirəmsə. Özünə hörmət sözünü özünü sevmək sözü ilə dəyişərdim mən. Çünki özünü sevməyən bir insanın duruşu heç vaxt düz ola bilməz. Bəli, düzdür. Bu daxili sevgidən gəlir, düzdür? Biz özümüzü sevirik, biz özümüzü tanıyırıq, biz özümüzü səhvlərimizə görə danlamırıq, biz başa düşürük ki, biz insanıq, biz də səhv edə bilərik və artıq dərs çıxardır. Bəli. Və bunlar hər bir artıq bizim qamətimizdə sözünü deyir, bizim gestikulyasiyamızda sözünü deyir, hər bir şeydə. Belə bir sual verim. İndi məncə çox xanımları maraqlandıran bir sualdır. Yəni çox ağıllı xanımları düşündürən bir sualdır. Deyir ki, baxımlı olmaq hər zaman bahalı olmaq deməkdir. Əslində günümüzün belə deyərdim, elə yanlış düşüncəsi budur ki, insanlar düşünür ki,
elegantsansa, deməli sənin hər bir şeyin bahalı olmalıdır. Hətta dünən Instagramda belə bir story paylaşmışdım geyimlə bağlı. Bilmirəm gördünüz yoxsa yox. Elegant tərz deyəndə insanlar düşünür ki, bəli, mən mütləq Chanel, Gucci geyinməliyəm. Xeyr, bu belə deyil. Elegant tərz əslində bizim bədən formamızı, bədən tipimizi düzgün tanımağımızdan irəli gəlir. İlk öncə biz bilməliyik ki, bizə nə yaraşır? Mənim bədən tipim necədir? Mənə hansı kəsim yaraşır, yaraşmır? Mən bir kiprik qoyuramsa, mənə hansı kiprik növü yaraşır, yaraşmır, düzdür? Bəli. Məsələn, mənim öz gözlərimin forması iridir və mən əgər çox kiprik qoyanda, kipriklər gözümün sonuna kimi qoyanda o mənə yaraşmır. Ona görə mən istifadə edəndə çox az istifadə edirəm və sonluğunu buraxıram. Bunu nəyə görə edirəm? Çünki bu mənə belə yaraşır. Bu çoxluğu əslində məni daha belə zəriflikdən kənar göstərir. Heç gözəl göstərmir, bəli. Və buna görə bunun heç vaxt mən hər zaman deyirəm ki, zərifliyin maddiyyatla heç bir əlaqəsi yoxdur. Məsələn, səhər durub tutaq ki, əl üzümüzü yumaq, saçımızı daramaq, maddiyyat tələb edir bizdən? Xeyr, maddiyyat tələb etmir bizdən. Amma bu baxımlıdır. Deməli, baxımlı olmaq, bahalı olmaq demək deyil. Bəli, bəli, baxımlı olmaq, bahalı olmaq demək deyil. Tutaq ki, məsələn, manikür. Bizim dırnaqlarımızda ola bilər ki, lak olmasın, amma bizim dırnaqlarımız hər zaman səliqəli olmalıdır. Bu nədir? Bəli, bəli, bu artıq baxımdır. Və onu göstərir ki, baxımlı olmaq, bahalı olmaq deyil. Sizin ixtisasınıza əsasən bir sual vermək istəyirəm ki, qadınların oturuşu və duruşu necə olmalıdır? Burada məni də narahat edən bir sual var, onu da verəcəm sizə. Əslində, heyf ki, burada göstərə bilmirəm, ona görə göstərmirəm, sadəcə sözlə deyəcəm. Tələsmək zərifliyi öldürür. Bu mənim təlimlərimin sloqanıdır. Tələsmək zərifliyi öldürür. Addımlarımızda, jestlərimizdə, danışığımızda, hər bir şeydə. Biz tələsməməliyik. Zərif xanımın addımları hər zaman, jestləri, addımları axıcı olmalıdır. O sanki bir melodiya kimi süzülməlidir. Nə qədər o sərt olsa, nə qədər o aqressiv olsa, o qədər ucuz görünəcək, düzdür, o qədər pis görünəcək. Ona görə onun qaməti hər zaman düzdür. Onun əlləri gəzərkən çox belə-belə oynamır. Az, axır. Hər bir şey axır. Onun jestləri axır. Biri var ki, mən sizlə danışanda belə danışım. Deyim ki, yox Fərdə xanım, bu belədir, elədir. Düzdür, ona baxın, buna baxın. Biri var ki, mən sizlə söhbət edəndə mənim jestlərim mənə, baxın necə axır, axıcı olsun. Görün, hər birinin arasında necə böyük fərq var. Bədən dili bizdən harmoniyadadır əslində. Bəli, bəli, bəli. Qollarımız, baxışımız. Bəs mən də məsələn narahat edən bir sual var ki, maşına oturan zaman xanımlar belə deyim də ilkin ayağını qoyub oturmalıdır, yoxsa bədənini qoyub oturmalıdır? İlk öncə bədəndən asılıdır. İlk öncə biz bədənimizi qoyuruq. İlk öncə biz bədənimizi qoyuruq. Məndə hətta bir video var, şəkil var ki, Zərif xanım avtomobilə necə enməlidir, necə çıxış etməlidir. Məsələn, deyək ki, siz bir don geyinmisiniz, bir ətək geyinmisiniz, düzdür? Və avtomobilə əyləşirsiniz. Əgər siz bu anda ayağınızın birini çölə qoyub, ardından digərini çölə qoyub, sonra bədəninizi çıxartsanız, birinci müqayisəmiz dəqiq olsun. İkinci isə hər iki ayağımı mən çölə qoydum və ardından əl verərək bədənimi çıxartdım. Hansında daha gözəl görünəcəyik? Təbii ki, ikinci variant daha estetik. Bəli, bizim ayaqlarımız bir-birindən aralanmayacaq və biz hər zaman nə deyirik? Zərif xanımın dizlərinin arasında sanki knopka var. O knopkalar hər zaman bir-birinə bitişik olur. Əyləşərkən də, avtomobildən enərkən də. Ona görə biz buna xüsusi diqqət edirik. Bəs oturan zaman ayaq üzərinə qoymaq? Bəli, bəli, əyləşərkən. Bəzi hallarda o biraz yaxşı qəbul olunmur ki, qadınlar belə oturmaz. Mən o oturuşu çox bəyənirəm, özüm çox rahat oluram o oturuşda. Ona görə sual vermək istəyirəm ki, həqiqətən də qaydalarda bir pozuntu kimidirmi, yoxsa daha çox estetik mi görünür? Belə deyərdim. Ümumiyyətlə, etika, zəriflik hardan gəlir? Aristokratiyadan. Günümüzün bugündə əgər baxsaq ki, bununla kimlər məşğuldur? Biz görəcəyik ki, dünyanın ilk xanımları, kralyevalar, prinsesalar, düzdür? Onların əgər biz bugün əyləşməyinə baxsaq, tutaq bir prinsesanın əyləşməyinə baxsaq, biz görərik ki, bəli, o da ayağını üzərinə atıb. Amma necə atıb? Məsələ bundadır. Bunun da öz yolu var. Bizim də ayağımızı üzərinə qoymaq üçün estetik yollar var ki, necə qoysaq vulqar görünər, necə qoysaq estetik görünər. Bəli, necə sir oradadır. Bəli, bəli, belə məsələ də budur. Bəli, qarşı tərəfə düz ötürülməyəndə o elə düşünür ki, hə, bu yaxşı oturmayıb, bu pis oturur. Düzdür. Yaxşı görünmür.
Amma düzgün formada oturulsa qarşı tərəfdə Doğrudur. daha xoş və estetik görünər deyə düşünürəm. Sizə masa qaydaları haqqında sual vermək istəyirəm. Düzgün formada masa qurmaq qaydalara uyğun özünü göstərməkdir, yoxsa qarşı tərəfə hörməti bildirməkdir? Gəlin sizə bunu belə deyim. Daha belə açıqlayaraq ki, rahat olsun. Yenə başlayacağam özünə hörmətdən və özünə sevgidən. Mən özümə hörmət edirəmsə, yəni ki, mən özümü sevirəmsə belə deyim. Mən evdə sınıq bir fincanlı çay içməyəcəm, düzdür? Bəli, Mən özümü ona layiq bilməyəcəm. Və mən özümə onu layiq bilmədiyim kimi ayaq üstə yeməyi də, necə gəldi yeməyi də özümə layiq bilməyəcəm. Nə edəcəm? Özüm üçün hər zaman ən gözəl fincanı alacağam. Ən gözəl şəkildə servirovka açacağam. Və özünə hörmət edən bir insan, özünü sevən bir insan artıq nə edir? Qarşısında, belə deyək, ətrafındakı hər kəsə o cür davranmağa başlayır. Mən uşaq olarkən belə bir kəlam oxumuşdum Peyğəmbərdən. Orada yazılmışdı ki, özünə rəva bilmədiyin bir şeyi başqasına da rəva bilmə. Bəli. Bu əslində sanki uşaqlıqda mənim beynimdə zaten qalmış bir şey idi. Və sonra artıq etikadan belə professional məşğul olmağa başlayanda gördüm ki, necə də doğrudan da düzdür. Hər bir şey əslində bizim özümüzdən başlayır. Əgər mən özümə layiq bilmədiyim bir şeyi sizə layiq bilirəmsə, deməli orada mənim özümü sevməyimdə, özümə hörmət etməyimdə artıq nəsə var, nəsə belə bir problem var. Yəni açdığımız süfrəni, dində də belə bir söz var ki, süfrəni özünə açırsan. Elədir. Yəni qonağın kim olursa olsun, fərqi yoxdur. O açılan süfrə sənin özünə olan hörmətindir. Öz adıva olan hörmətindir ki, yəni mən bunu aça bilirəm, bu qədərini aça bilirəm. Qəlbin genişliyindən asılı olan bir şey. Elədir. Və burada bilirsiniz yenə məsələ gəlir. Çıxır ki, insanlar düşünür ki, bəzən təlimə gələn xanımlar, məsələn, mənim elə müştərilərim var ki, çox-çox bahalı qablar alırlar, amma ki, düzgün servirovkanı etmirlər, bilmirlər, düzdür. Məsələ burada qabın bahalığından getmir. Bu çox aşağı qiymətə də bir fincan ola bilər. Bu çox aşağı qiymətə də bir servis dəsti ola bilər, amma ki, səliqəli. Səliqəli. Bizim onu necə düzgün açmağımızdadır məsələ. Necə onu təqdim etməyimizdədir məsələ. Ki, məsələ... İlkin növbədə gözə xitab etməlidir də, düzdür? Rəng bərabərliyi olsun. Əgər bazadan söhbət gedirsə, süfrə mədəniyyət qaydalarını açdıqda bu söhbət etmək istəyirəm. Hər kəsin evində bir, belə deyərdim, neytral tonda bir servis dəsti olmalıdır. Ağ, krem, bej rənglər, fərqi yoxdur. Bəzən görürsünüz ki, qızlara cehiz alırlar, xüsusilə analar və ən böyük səhv bilirsiniz nədir? Çox üzəri belə gül printli, heyvan printli əsas servis kimi onu alırlar. Yəni ki, sanki 12 nəfərli, 18 nəfərli belə bir servis alırlar. Və nəticədə nə olur? Həmin xanım evində bunu funksional istifadə edə bilmir. Bir dəfə, iki dəfə bu artıq göz yorur və başa düşür ki, mənə yeni bir şey lazımdır. Heç zövqlü görünmür. O qədər naxışlı şeylər, sözünüzü kəsdim, üzrlüsə. Yox. Amma ki, əgər bizim deyək ki, bir ağ əsas servirovkamız olsa, biz onu müxtəlif salfetlərlə, müxtəlif güllərlə, dekorlarla biz onu edə bilirik, funksional edə bilirik. Bəli. Səhər başqa bir cür aça bilirəm, mən onu axşam daha belə fərqli təqdim edə bilərəm, düzdür? Bəli. Öz abu-havama uyğun. Qəşəng bir süfrə aldım, yaşıl bir süfrə. Üzərinə qoydum məsələn ağ bir servis, məsəl üçün deyirəm də. Tamam havasını dəyişdi. Və ya məsələn fərqli bir parça salfet istifadə etdim. Abu-havası dəyişdi. Və müxtəlif gül dekorları istifadə etdim. Abu-havasını tamam dəyişdi. Amma əgər bu tam belə printli, çoxlu gül printli deyərdim, heyvan printlidirsə, mən artıq onu məhdudlaşdırılmış istifadə edə biləcəm. Yəni ki, bu qədər funksional istifadə edə bilməyəcəm. Hardasa mən məhdudlaşacağam. Və buna görə hər zaman qızlara deyirəm ki, əgər xüsusilə cehiz alırsınızsa, mütləq çalışın ki, əsas servis kimi daha az naxışlı, daha neytral tonlarda servis dəsti alasınız. Çox gözəl, faydalı bir məlumatdır. Etiket qaydalarını ən çox pozanlar kimlərdir sizcə? Özünə heç güvənməyənlər, yoxsa həddindən artıq güvənənlər? Hər kəs. Elə mən də, elə hər kəs. Qaydalar nə üçündür? Pozmaq üçündür. Sadəcə onu yerinə görə pozmağı bacarmaq lazımdır. Yəni burada özgüvənlə söhbət Xeyr, getməsin daha. Daha çox bu bilirsin necədir? Qaydaları bilib yerinə görə pozmağı bacarmaq lazımdır. Hər kəs pozur.
Mən məsələn etika qaydaları üzrə bəli mütəxəssisəm deyə, bu demək deyil ki, mən hər şeyi sırf çərçivədə yeyirəm. Xeyr, mən də pozuram. Niyə də yox? Qaydalar nə üçündür? Zaten qaydalar pozmaq üçün var. Sizdən xahiş etsəm, bizə masa düzülüşü qaydaları haqqında nümunəvi olaraq kiçik bir kadr göstərə bilərsiniz. Elementar səhvləri gəlin sizə göstərim. Bəli, zəhmət olmasa. Ona görə düşündüm ki, elə bazalardan çox kiçik bir misal gətirim. Çəngəl və bıçağın yeri. Çəngəl hər zaman solda olur, bıçaq hər zaman sağda olur. Əgər mən hər ikisini sağ tərəfdən servis etmək istəyirəmsə, ümumiyyətlə belə bir sual yaranır. Edə bilərəmmi? Edə bilərəm. Amma ilk öncə çəngəli qoyacağam, ardından bıçağı qoyacağam. Nəyə görə belə edirəm? Axı mən hər zaman deyirəm ki, etika rahatlıqdır, etikada hər bir şeyin öz açıqlaması var. Ona görə ki, yeməyə başlayarkən əgər birinci bıçağı qoysan, sonra çəngəli qoysan, mən bunları götürəndə əlim, baxın, krestçi olacaq, ya götürəndən sonra əlimdə belə dəyişmə məcburiyyətinə qalacaq. Amma artıq öncədən birinci çəngəl, sonra bıçağı qoyanda nə olur? Rahatlıqla götürürəm, heç nəyi dəyişmirəm və yeməyə başlayıram. Sonra məsələn, su üçün ayrılmış, belə deyərdik, stakan. Gəlin, stakan deyim ki, hər kəs başa düşsün. Yeri hər zaman boşqabımızın sağ tərəfidir. Ki, insanların çoxu qarışdırıb sol tərəfə qoyur. Bu ən elementar qaydalardır. Bu hər zaman sağda qalır. Necə yadda saxlaya bilərik bunu? Belə maraqlı bir üsul var. B və D variantı. Əlimdən oradan görə bilərsiniz. Belə. Əlimi belə tutduqda burada alınır B hərfi, burada alınır D hərfi. B, bread, çörək hər zaman solda olur. D, drink, içkilər hər zaman sağda olur. Və ya BMW sözündən BMW. B yenə çörək ingilis dilindən bread, gəlir bura meal, yemək və water, su. Bu da olur bu istiqamətdə. Belə rahat üsullar var ki, hər kəs yadına saxlaya bilsin. Üçüncü elementar səhv nə deyərdim sizə? Parça salfet istifadəsi. Ümumiyyətlə, evdə hər bir xanımın parça salfeti olsa çox gözəl olar. Çünki biz ilk öncə evdə məşq eləməliyik ki, sonra biz restoranda rahat bunu istifadə edə bilək. Parça salfetlə edilən ən böyük səhvlərdən biri, insanlar bunu ya yaxasına taxır, ya ağzını kəskin şəkildə silir. Parça salfetin yeri bizim dizimizin üzəridir və biz onunla ağzımızı möhkəm silmirik. Sadəcə biz onunla dodaqlarımızı belə həfif təmizləyə bilərik və salam toxundura bilərik. Onun əsas məqsədi bizim geyimimizi qorumaqdır. Və ya barmaq uclarımız yağlı olarkən dizimizin üzərində artıq bir balaca barmaq uclarımızı təmizləməkdir. Maraqlı məlumatdır. Bəs digər salfetlərdən istifadə olunur yeməyə? Bəli, hər zaman masamızda biz kağız salfet qoyuruq. Kağız salfetdən istifadə etdikdən sonra isə biz onu boşqabımızın sol tərəfinə yerləşdiririk və beləcə artıq qarson gəlir aparır. Çikli hissəsini hər zaman bükürük ki, o içəridə qalsın və çikli nahiyəsi görünməsin. Bəli, bu belə şeylərə diqqət etmək lazımdır. Bəli, etika görürsüz necə rahatlıqdır. Etika tək özünü düşünmək deyil, hər kəsi düşünməkdir. Bəli. Nəyə görə kağız salfetin mən çirkli tərəfini çölə saxlamıram? Çünki mənə də xidmət edən bir qarson ofisant var, düzdür? Bəli, o da insandır. O görüb həmin o görüntünü narahat ola bilər. Və narahat olmaması üçün nə olur? Artıq mən onu bağlı şəkildə qoyuram. Bir sual da vermək istəyirəm. Mütləq çəngəl sol əldə olmalıdır, bıçaq sağ əldə olmalıdır. Bu bazadır. Amma ki, bəzi yeməklər var ki, heç orada bıçaq tələb olunmur. Təkcə çəngəl olur və təkcə çəngəl olduqda bəli, biz onu sağa qoyuruq. Bəs kimsə sağla yesə, solla kəssə, bu etiketsiz hesab olunur. İlk öncə bu çox narahatdır və bunu sadəcə solaxaylar istifadə edir. Təbii ki, solaxaysınızsa bunu edə bilərsiniz rahatlıqla. Belə bir şey yoxdur. Mən solaxay deyiləm. Amma mən uşaqlıqdan namaz qılıram və illərdir sol əlindən yemək yeməyən günah olduğuna görə, bu sualı özüm üçün verirəm əslində. Günah olduğuna görə həmişə mən sağ əlimdən çəngəl istifadə edib sol əlimdən kəsmişəm. Düzdür, mən bu qaydaları məktəb vaxtı öyrənmişəm. Sizə bayaq da dedim. Bizdə orta məktəbdə oxuyanda bunları öyrətmişdilər. Və o vaxtdan mən artıq həmişə düşünürdüm ki, mən etiketsiz hesab olunuram, görəsən qarşı tərəf üçün. Hər zaman ona görə sağ əlimdən istifadə edib, sol əlimdən bıçağı kəsmişəm. Bu artıq sizin şəxsi seçiminizdir. Buna heç kəs qarışa bilməz, heç kim sizi sorğulaya bilməz. Ümumiyyətlə, etikanın ilk qaydası budur ki, biz heç kəsə qarışmırıq, heç kimi mühakimə etmirik və heç kimi sorğulamırıq. Siz belə etmək istəyirsinizsə, bu sizsiniz və edə bilərsiniz. Yəni ki, heç kim sizə qarışmaq kimi bir ixtiyarı yoxdur. Yəni, bu qarşı tərəfin etiketsiz olduğunu göstərmir. Amma ki, etika baxımından götürsək, artıq müəyyən bir qaydalar var, baza qaydalar. Hansı ki, məsələn,
Bu variant təkcə sizə rahat ola bilər. Amma ki, digər 90 insanı 100 nəfərdən götürsək, elə yemək narahat olacaq, düzdür? Ona görə baza qaydaları nəzərə alsaq, çəngəl hər zaman soldadır, bıçaq sağdadır. Xanımlara özünə toxunmaq üçün bir cümlə desəniz, bu cümlə nə olardı? Özünüzü sevin, öz dəyərinizi bilin. Az öncə də dediyim kimi, xanımlar doğrudan da möcüzəvi varlıqdılar və bəzən həyatın sürətindən, baş verən hadisələrdən özlərini unudurlar. Nə qədər möcüzəvi varlıq olduqlarını unudurlar. Zəriflik bizim ən güclü silahımızdır, bütün xanımların. Onu oyatmaq lazımdır, onu oyadın. Özünüzü sevin, o soyanacaq. Gücünüzün fərqində olun. Bəli. Özünüzü sevin, özünüzə dəyər verin. Belə bir söz deyərdim. Bu günləri internetdə hər yerdə özünə dəyər ver deyir. Düzdür, haranı açırıq, danışılır, özünə dəyər ver, özünə dəyər ver. Və bu insanları biraz səhv formalaşdırıb. Necə? Bu insanların egosunu formalaşdırıb. Nəinki öz dəyərlərini. Ego və özünü sevmək nə deməkdir? Əgər mən özümü sevdiyim vaxt, özüm üçün bir şey etdiyim vaxt, tutaq ki, düşünürəm ki, mən bu işi edirəm, çünki mən özümü sevirəm, bunu edirəm və mənə maraqlı deyil, bunun nəticəsi nə olacaq? Halbuki bunun nəticəsi sizi incidən bir şeydir. Mənim sizin hissləriniz vecimə deyil. Bu artıq egodur. Amma ki, mən özümə dəyər verdiyim vaxt, ailəm xoşbəxtdirsə, ətrafım xoşbəxtdirsə, heç bir kəs zərər görmürsə, bu artıq sağlam özünə dəyərdir. Bu olmalıdır əslində. Bəli. Əslində elə olan budur. Yəni ki, sadəcə özünüzlə məşğul olun. Kim nə etdi, kim nə edəcək. Bugün insanların belə deyərdim, əksəriyyətinin ən böyük səhvi ondadır ki, davamlı özlərini kimləsə müqayisə edirlər. Filan kəs filan yerə getdi, filan kəs filan şey getdi, niyə mən elə eləmirəm? Özümüzü kimləsə müqayisə etmək bizim ən böyük enerjimizi alan şeylərdən biridir. Müqayisə etmək istəyiriksə, özümüzü özümüzlə müqayisə edirik ki, məsələn, 2 gün öncəki mən necə idim? Bugün biraz daha tez durmuşam, bugün özümə biraz vaxt ayırmışam, bugün filan şey etmişəm. Biz özümüzü özümüzlə müqayisə etdikdə bu əksinə bizə enerji verəcək, stimul verəcək. Amma ki, mən sizin özümü müqayisə etsəm, bu nə olacaq? Əksinə məni söndürəcək. İrəliyə getmək əvəzinə geriyə atmaq. Bəli. Demotivasiya olacaq. Mənim enerjimi aparacaq. Ona görə özümüzlə məşğul olmaq. Biz çox maraqlı bir varlığıq. Dünyada öyrəniləsi o qədər maraqlı şeylər var ki. Ona görə öz maraq dairəmizi tapmaq ki, mənə doğrudan nə maraqlıdır. Mən nə ilə məşğul olmaq istəyirəm. Elementar səslənsə də əslində bütün bu suallar doğrudan da bizə çox böyük təsir edir. Ki, gün ərzində özümə soruşum ki, mən indi özümü necə hiss edirəm? Bu mənim doğrudan da xoşuma gəlir, yoxsa bu artıq vərdişdir deyə mən bunu edirəm, məsəl üçün. Elementar səslənsə. Yəni ki, Allah Taala'nın bizə verdiyi bu qısa müddətdə dünyanı, bu ömrü düzgün formada yaşamağı bacarmalıyıq. Doya-doya və keyfiyyətli yaşamağı bacarmaq. Keyfiyyət çox vacibdir. Keyfiyyətli yaşamaq doğrudan da vacibdir. Ətrafımızda keyfiyyətli insanlar seçmək. Keyfiyyətli insanlarla danışmaq, keyfiyyətli kitab oxumaq, keyfiyyətli geyim geyinmək. Hər bir şeydə keyfiyyət çox vacibdir. Sizi Laqresə heç dəvət etməmişik, təəssüf ki, hələ ki, heç vaxt sizi orada qonaq etməmişik də, belə deyim. Bizim loqomuz ilandır. Və biz hər zaman vurğulayırıq ki, hər bir xanım bir ilandır və bundan ilham alaraq loqomuzu, simvolumuzu, belə deyim, ilan seçmişik. Siz nə düşünürsünüz? Sizcə elədir? Maraqlı sualdır. Bu sual məni düşündürdü. Enerji baxımından əslinə baxsaq, məncə onun çox gözəl, belə bir növ qorxuducu bir enerjisi də var. Bu da o deməkdir ki, Zərif xanımdan belə biraz da qorxmaq lazımdır. Bəli, əslində eyni mənaya çıxır. Bəli. Çünki ilan da zərif bir varlıqdır. Baxışda ona daha dəqiq, yaxından analiz etsək, məsələn, zooparkda baxmışam. Onun hər bir çizgisini Allah o qədər böyük bir incəlik və zərafətlə yaradıb ki, yəni düşünürsən ki, ikinci belə bir şey ola bilməz. Alır, insanı alır. Onun enerjisi ona alır. Və bir o qədər də ürpərticidir, qorxuducudur. Qadınların daxilindəki gücə bənzədirik.
Biz düşünürük ki, qadın da daxilində bu qədər zərif, göz alıcı, Doğrudur. çəkici, cəlb edici və bir o qədər də ürkütücü bir güc var, qüvvə var. Ağıllı xanımlar bunu düzgün istifadə edirlər. Doğrudur. Əslində elə bizim söhbətimiz içində də bu var idi ki, Bəli. yerinə görə cavab verməyi bacarmaq lazımdır. Zəriflik, zəiflik demək deyil. Əksinə, sizin artıq elə bir baxışınız formalaşır ki, siz baxanda başa düşürsünüz ki, yəni digər bir insan başa düşür ki, mən bunu bu xanımın yanında deyə bilərəm, yoxsa yox. Bəli. İstifadə edə bilərəm, yoxsa yox. Düzdür? Məsələn, deyək ki, kimsə bir pis söz istifadə edirsə, məsəl üçün. Amma ki, siz artıq formalaşmış bir xanımsınız. Sizin bir baxışınız yetər ki, o insan artıq biləcək ki, yox, mən bu sözü, nə olsun ki, mən bu sözü hər gün istifadə edirəm. Bu xanımın yanında istifadə edə bilmərəm. Çünki bu ona layiq deyil. Çünki bu xanım özünü ona layiq bilmir. Onun bir baxışı, onun bir zərafəti, onun bir duruşu var. Bizimlə bu gözəl podkast çəkilişində həm söhbət olduğu üçün Aytən Mustafaya öz təşəkkürlərimi bildirirəm. Nə yaxşı ki, gəldiniz. Çox sağ olun, minnətdarım. Dəvətiniz üçün mən təşəkkür edirəm. Nə yaxşı ki, yollarımız kəsişdi və doğrudan da maraqlı bir podkast alındı.